Deməli dostlar, gəldik çatdıq sülh planlarının müqayisəsinə. Dediyimiz kimi, ötən gün axşam saatlarında tələm-tələsik oldu, yoxsa əvvəldən əllərində var idi bu, Avropa İttifaqı özünün sülh planını təqdim elədi. Trumpın sülh planına qarşılıq olaraq, alternativ olaraq. Deməli, Trumpda 28 bənd yer alır, Avropa İttifaqının sülh planında 24 bənd görürük və burada bir-birinə yaxın və ziddiyyət təşkil edən bəndlər var. Kifayət qədər çoxdur. Ən vaciblərinin üzərində dayanmaq istəyirəm dostlar. Deməli, nə qeyd olunur? ABŞ-nin sülh planından başlayaq. Ukraynanın suverenliyi təsdiqlənəcək. Ukraynanın suverenliyi təsdiqlənəcək. Suverenlik deyəndə bəlli məsələdir. Qlobal dünyada tanınmış sərhədlərindən gedir söhbət. Deməli, Avropa İttifaqının da oxşar bəndi var. Qeyd olunur ki, Ukraynanın suverenliyi təsdiqlənəcək. Eynidir. Cümlə bə cümlə, kəlmə bə kəlmə eynidir. Və sonrasında nə qeyd olunur? Trump qeyd edir ki, Ukraynanın suverenliyi təsdiqlənəcək, amma Krım, Luqansk və Donetsk faktiki olaraq Rusiyanın ərazisi kimi tanınacaq. Bundan başqa... Bu nə dərəcədə suverenliyi dəstəkləməkdə ayrı sualdır. Budur, yanaşma məsələ budur. Xerson və Zaporojyedə isə təmas xətti boyunca dondurulacaq vəziyyət və artıq bu təmas xətti boyunca da de facto tanınma deməkdir. Biz hazırda yoldaşlar təqdim edirlər, deməli, bu xəritə üzərində bundan gedir söhbət. Məhz Trumpın təqdim elədiyi sülh planında göstərilən ərazilər Rusiya ərazisi kimi tanınacaq bundan sonra. Ən azından, yəni plan əgər təsdiqlənərsə ilkin, yəni budur. Digər məsələ nədir? Deməli, qeyd olunur ki, NATO Ukraynada qoşun yerləşdirməməyə razıdır. Bu yenə də Ağ Evin təqdim elədiyi sülh planında göstərilir. NATO Ukraynada qoşun yerləşdirməməyə razıdır. Amma Avropa İttifaqı deyir ki, alyansın bütün üzvlərinin razılığı olduğu halda Ukraynanın NATO-ya üzvlüyü mümkün hesab ediləcək. Bu da ziddiyyətdir. Orada da biraz şərh düşüblər. Mənim şəxsi fikrimdir. Çünki NATO daxilinin heç də hamısının mən inanmıram razılığı olsun. Sanki bir ayaq yeri qoyublar. Biraz ayaq yeri qoyublar ki, yəni biz istəyirik, amma alınmır məsələn. Məsələn, Avropa İttifaqı daxilindəki hər hansı bir qərarın qəbul edilməsində bəzi ölkələr bitərəf qalırlar, yaxud da əleyhinə səs verirlər və bu halda bir növ belə deyək, veto qoyurlar qərarın qəbul olunmasına və nə baş verir? Həmin qərar qəbul olunmur. Doğru yanaşmadır Firuz, bu da ola bilər. Ən azından belə deyim, Trump üçün kiçik bir yer qoyublar ki, bu da mümkündür. Yəni bunu eləməyə də bilər, NATO-ya daxil olmaya da bilər. Onsuz da müharibənin başlaması səbəblərindən, əsas səbəblərindən biri kimi məhz bu göstərilirdi ki, Moskvanın tələbi idi. Deməli, NATO öz ərazilərini genişləndirməməlidir. Xüsusən Ukrayna mövzusunda Ukraynanı daxil etməməlidir. Alyansın daxilinə, tərkibinə və beləcə artıq deməli, Trumpın və Avropa İttifaqının sülh planlarında bu forumda ziddiyyətli məqamlar da çıxır ortaya. Digər məsələ nədir? Ukrayna silahlı qüvvələrinin sayı 600 min nəfərlə məhdudlaşdırılacaq. Bunu Trump deyir. 600 min nəfərdən yuxarı keçməməlidir. Avropa İttifaqı isə deyir ki, Ukrayna silahlı qüvvələrinə və ölkənin müdafiə sənayesinə heç bir məhdudiyyət qoyulmayacaq. Bu daha demokratik, daha loyal və daha düzgün yanaşmadır. Yəni. Çünki Avropa İttifaqı qeyd edir ki, bu müharibə məhz Avropa torpaqlarına gedir. Və Friedrich Merzin də açıqlamasında o var idi. Qeyd edir ki, digər tərəflər, üçüncü tərəflər əslində birbaşa Trumpın adını çəkməsə də, Vaşinqtonu adını səsləndirməsə də, birbaşa bunu demək istəyir ki, müharibə bizim torpaqlarımıza gedir və imkan verin biz bu məsələni həll eləyək. Yəni bizim Ukraynanın və Avropanın rəyi olmadan, qərarı olmadan bu müharibə dayandırıla bilməz. Hər halda göstərdiyimiz xəritədə də 20% ərazidən gedir söhbət və belə olan halda təbii ki, Ukraynada bu qərarla nə qədər razılaşacaq o məsələ var. Son olaraq deməli bir məqamda qeyd edeyim, o diqqətimi çəkdi bu bənd. Qeyd olunur ki, Rusiyanın dondurulmuş vəsaitləri bu formada istifadə olunacaq. Həmin vəsaitlərin 100 milyard dolları ABŞ-nin rəhbərliyi ilə Ukraynanın yenidən qurulması və investisiya qoyuluşuna yatırılacaq. Amerika Birləşmiş Ştatları bu layihədən əldə olunan mənfəətin 50%-ni alacaq. Trump yenə də maliyyə məsələsinə gətirib çıxarır. Yəndə ortaq qardaş məsələsinə gəlir çıxır. Doğrudur dostlar və ümid edirik ki, bu gün ərzində də dediyimiz kimi saat-ba-saat dəyişir vəziyyət və sabahki xəbərin zamanında həmkarım Süleyman Həmidov daha yeni xəbərlərlə bu mövzuda qarşınızda ola biləcək. Təşəkkürlər Nəriman. Sağ olun dostlar.